Salam Vüqar bəy. Salam. Showroom necə keçir? Showroom düşünürəm ki, çox yaxşı keçir. Bu cür showroomlar bizim üçün həqiqətən çox vacibdir. Hansı ki, bizə gələcəkdə həqiqətən lazım olacaq. Yəni başdan başlayaraq parketdən qapılar barədə məlumatları aldıq və öz qeydlərimizi də apardıq. Showroom necə keçir? Çox maraqlı keçir. Çox maraqlıdır, çox maarifləndirici. Bir çox məlumatlar əldə etdik Toğrul bəyin sayəsində. Ümumi olaraq nələr öyrəndiniz bu gün? Ümumi olaraq bir çox şeylər öyrəndik, hansı ki, qeydlərimizi apardıq. Yəni vacib olan şeylər var idi orada. Parketlərdən bəzən səslər gəlir, bunların qarşısını almaq üçün nə etmək lazımdır? Parketə düşən qurdun qarşısını necə almaq lazımdır? Qapılarda nələrə diqqət eləmək lazımdır? Petlilər hardan vurulmalıdır? Nəyə görə oradan vurulur? 8-lik, 4-lik, 6-lıq MDF arasındakı fərqlər, bütün bunlar haqqında sağ olsunlar məlumat verdilər. Düşünürəm ki, bunlar bizim üçün gələcəkdə çox faydalı olacaq. Bu gün nələr öyrəndiniz? Bu gün parketlər və qapılar haqqında maraqlı məlumatlar öyrəndik. İstehsalı, haradır, növləri, çeşidləri. Müxtəlif növ parketlərin dözümlülüyü, növləri, hansı yerdə hansı növ parketin istifadə olunması, parketin keyfiyyəti, necə qurulması, evlərdə və ya digər istifadə olunan məkanlarda məkana görə parketin istifadəsi və qurulması haqqında məlumatlar aldıq. Showroomu bəyəndiniz? Əlbəttə bəyəndim. O qədər şey öyrəndik ki, bu günlərin qısa vaxt ərzində həqiqətən bu öyrəndiyimiz şeylər əminəm ki, bizə gələcəkdə mütləq ki, lazım olacaq. Çox bəyəndim və tövsiyə edirəm ki, mütləq qoşulsunlar. Qoşulmaq istəyən hər kəs çox maarifləndiricidir. Təşəkkür edirəm hər kəsə. Showroomu bəyəndiniz? Bəli, çox qəşəng keçir.